Bu aralar hamı məndən kiçik biznesmə necə başladığımı soruşur. Gəlin danışım. Yəqin bu videonu çoxunuz görmüsünüz. Hər şey sevgililər günü üçün kreativ hədiyyə axtarmağımla başladı. Sonra biraz düşündüm və Batman Box. Biraz ondan, biraz bundan deyərək axırda belə bir şey alındı. Sonra da dampıma belə bir yorum gələndən sonra fikirləşdim ki, mən bunu niyə satmıram? Öz logomu yaradandan və Instagram səhifəsi açandan sonra artıq hər şey hazır idi. Mənə ən çox gələn suallardan biri isə nə qədər büdcə ilə başladın? Əslində bir şey satmaq üçün eləməli olduğunuz tək şey marketinqdir. Düzdür, bəzən elədiyiniz reklamlar çox da uğurlu alınmır. Amma bacardığınız qədər yeni, maraqlı və gülməli şeylər alındırsanız, qabağa gedəsiniz.